Azərbaycan region ölkələri arasında kosmik texnologiyanın inkişafı üzrə lider ölkəyə çevrilib. Rabitə və Yüksək Texnologiyalar Nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə Bakutel 2015 sərginin açılış mərasimində ölkə iqtisadiyyatının inkişafından danışıb. Dünyanın 21 ölkəsini təmsil edən 203 şirkət 21-ci beynəlxalq Bakutel sərgisində bir araya gəldi. Burada informasiya-kommunikasiya texnologiyaları sahəsində ən yeni texnologiyalar nümayiş olunur. Ənənəvi olaraq təşkil edilən Bakutel sərgisi qapısını ziyarətçilərin üzünə açdı. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində yeni xidmətlərin təqdim edildiyi sərginin üzərinə bu il böyük məsuliyyət qoyulub. Ötən 21 il ərzində Bakutel sərgi informasiya-kommunikasiya texnologiya sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq edib. Aqrar sənayedə istifadə olunan bu uçuş aparatı bir çox yeniliklərə sahibdir. Məsələn, bu aparat vasitəsilə yuxarıdan 8 dəqiqə ərzində əkin sahələrini, daha konkret desək, üzüm bağlarını dərmanlamaq və suvarmaq imkanına malikdir. Havadan axtarış xilas etmək üçün, məsəl üçün, hexakopter modellərimizi özümüz yığdığı və aqrar sənayedə istifadə üçün havadan dərmanlamaq üçün deməli xüsusi oktokopter robotumuzdur. Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında informasiya texnologiyaları sahəsi üzrə milli geniş zolaqlı internetin həll variantı, 4-5G mobil texnologiyalar, fiberoptik və bulut texnologiyaları üzrə xidmətlər yer alır. Belə sərgilərin olması labüddür. Yəni belə bir yenilik deyil. Ancaq yenilik deyil demək o demək deyil ki, burada yenilik yoxdur. Əksinə burada adam get-gedə şoka düşür ki, texnologiya bu qədər də inkişaf edə bilməlidir. 21-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi yeni əlaqələrin qurulmasına xidmət edəcək. Ayşə İsazadə, İskəndər Qəmbərov, Bakı.